gerçəkdən də Ramiz Mehdiyev dövlət başçısı olub. O dövlət başçısı ki, Azərbaycan dövlətinin içərisində yerləşib və Azərbaycan dövlətini dövlət kimi idarə edib. Hansı dövrdə? Heydər Əliyevin dövründən yoxsa sol? Demək olar ki, özəl elə 2003-cü ildən sonra Ramiz Mehdiyevin statusu küresel anlaşma ilə təsbit olunduqdan sonra özünü tamamilə ölkənin ikinci şəxsi kimi aparmaqdan yanaşı, eyni zamanda daxildəki siyasətdə birinci şəxs kimi aparmaq statusu qazananına. Bu da bilirsiniz ki, Ramiz Mehdiyev dəfələrlə bu haqda biz mediada danışmışıq, ayrı-ayrı hətta hakimiyyət strukturlarına yaxın olan şəxslərdən də eşitmişik ki, Ramiz Mehdiyev 2003-cü ildə özü prezident olmaq istəyib. Məhrum lider Heydər Əliyevin dünyasını dəyişdiyi zamanda bunu da hər kəs bilir və təbii ki, o zaman bir çox müqavimətlə rastlaşıb. Həm daxili müqavimət olub, eyni zamanda Azərbaycanda geosiyasi maraq olan dövlətlərin burada rolu böyük olub. Xüsusilə Rusiya və İran Ramiz Mehdiyevin prezident olması uğrunda mübarizə aparıblar. Bütün danışıqlar ondan xəbər verir ki, Rusiya və İran prezident kimi Ramiz Mehdiyevi görüblər və onun da olmasını tələb ediblər. Amma bir sıra qərb dövlətləri, özəlliklə qərb dövlətləri deyəndə biz burada İngiltərəni və Amerikanı önə çəkməliyik. Onlar daha çox prezident kimi İlham Əliyevin olmasına maraqlı olublar. Özlərinin bölgədə olan geosiyasi maraqlarında neft konsorsiumundan sonra Azərbaycanla ümumiyyətlə Qafqazdakı mövqelərinin gələcəkdə güclənməsində Ramiz Mehdiyev onlar üçün təhlükə kimi dəyərləndirir. Bu baxımdan da onlar daha çox çalışıblar ki, Azərbaycan Cumhurbaşqanı Sayın Əliyev olsun. Böyük bir qarşıdurma olub bu müzakirələrdə və nəticədə Türkiyənin təqdim etdiyi layihə keçərlidir. Türkiyə təqdim edib ki, görüb ki, çıxılmazlıq yaranıb və çıxılmazlığın yarandığı bir zamanda da Türkiyə təqdim edib ki, Sayın Əliyev Cumhurbaşqanı olmağa biz etiraz etmirik. Eyni zamanda Ramiz Mehdiyev daxili siyasətin icrasında müstəsna hüquqlar əldə edir. Daha çox sərbəstlik Ramiz Mehdiyevə verilir. Bu sərbəstlik verilirsə, deməli artıq İran və Rusiya rahat olur ki, Azərbaycan dövlətinin içərisində Ramiz Mehdiyev üzərindən kifayət qədər güclənəcəklər və lazım olduğu zaman Ramiz Mehdiyev üzərindən də Azərbaycanda hakimiyyəti tam mənada ələ ala biləcəklər. İndi təbii ki, Amerikanın öz düşüncələri olub ki, bu dövrdə nələr edə bilər. Türkiyənin də təbii ki, bu təkrir irəli sürəndə proqramı olub, düşüncəsi olub. Və beləliklə, Güney Qafqazda Batı dünyasının, Türkiyənin və Rusiyanın belə götürsək, bir Azərbaycanda dövlət yapılanmasına bir savaşı başlayıb. Və təbii ki, Ramiz Mehdiyev böyük üstünlüklər qazandığına görə Azərbaycan dövlətinin idarə olunmasında artıq tam mənada müstəqil qərarlar verir və getdikcə daha güclənir. Azərbaycanda deyək, 2005-ci ildə hətta prezidentə təzyiq eləmək üçün bilirsiniz, parlament seçkilərində Ramiz Mehdiyev yeni bir hərəkətlənmə içərisində olub, amma Batı dünyasından anlaşa bilmədiklərinə görə yenidən Ramiz Mehdiyevin dövlət çevrilişi və istək arzuları baş tutmuyor. Söhbət təbii ki, Ramiz Mehdiyevdən getmir, Rusiya və İrandan gedir özəlliklə. Belə bir durum getdikcə Ramiz Mehdiyevi təbii ki, gücləndirir. Ramiz Mehdiyev də təmsil etdiyi güclərin istək və arzularına uyğun olaraq davamlı bu siyasətin içərisində həm yer almaqla, həm də daha çox imkanlar əldə edib. Azərbaycan siyasətini dizayn edib. Azərbaycan dövlət yapılanmasını kifayət qədər güclü strukturlaşma gerçəkləşdirib. Tam mənada demək olar ki, dövlətin içərisində gerçəkdən bir dövlət ola bilir. Və dövlət başçısı statusunu da məhz ayrı-ayrı qüvvələr tərəfindən onun təqdimatında biz hiss edirik. Ona olan diqqətdən, ona olan münasibətdən biz görürük ki,
çox saylı parlamentarlar, hakimiyyət strukturunda yer alan adamlar Ramiz Mehdiyev haqqında elə sevgi ilə danışırlar ki, o sevgilərini biz İlham Əliyevə qarşı münasibətdə görmürük. Bu da ona gətirib çıxarıb ki, Ramiz Mehdiyev 2 dəfə yenidən dövlət çevrilişinə cəhd edib, amma bu 2 dövlət çevrilişi daha çox Rusiya və İran üzərindən qurulmuyor. Daha çox Ramiz Mehdiyev geniş imkanlar əldə etdiyi bir zamanda Amerika yapılanmasını, Batı yapılanmasını, İsrailin də bir sıra yapılanmasını öz yanına alaraq artıq həm də Rusiya, İranla yanaşı küresel mafiyanın da təmsilçisi statusunu əldə edib. Belə bir durumda hakimiyyəti ələ keçirmək imkanları Ramiz Mehdiyev üçün daha kolaylaşır. Hatırlayırsınızsa Batı və Rusiya, İran uzlaşmasını biz ilk olaraq Elnur Aslanov üzərindən hiss etdik. Evlilik məsələsini hatırlayırsınız. O evlilik də onu göstərirdi ki, bunlar Amerika ilə Rusiyanı evləndirirdilər. Və Fethullah Gülen çətəsində məşhur olan Elnur Aslanov üzərində bir fikir formalaşmışdı. Ki onu da belə bir uzlaşmada siyasi gücə çevirirlər, prezident aparatında daha yüksək vəzifələrə gətirirlər və nəhayət Azərbaycanda həm Batının, həm də Rusiya və İranın maraqlarını təmsil edən Elnur Aslanov şəxsində yeni bir yapılanmaya gedirlər. Mən üzr istəyirəm, burada bir sual verməsəm olmayacaq. Yəni, Elnur Aslanovun anasıydı da, Rəbiyyət Aslanova ilə İlham Rəhimlinin torunu izdivacını nəzərdə tutursunuz. Yəni, biz bunu tarixən, belə deyək, orta əsrlərdə, 18-ci, 17-ci əsrlərdə görmüşük. Fethullah Gülenlə Putinin evliliyi kimi dəyərləndirməliyik, o evliliyi. Yəni, adam öz anasını, yəni ki, söhbət bir anadan gedir. Bəlkə arada bir bağ var idi, bir eşq vardı. Niyə bunun müddət siyasətinə? O eşq niyə davam eləmədi? Eləməyə bilər də o da. Siyasət bitən kimi onların nişanədə, izdivacı da ləğv olundu. Dağıldı deyirsiniz. Yəni, deyirsiniz bu qədər. Yox, demirəm. Elə oldu, yəni bu bütün cəmiyyətin gözünün qarşısında baş verdi Ləman xanım. Yəni, biz elə məsələlərdən danışırıq ki, artıq bu ictimaiyyət üçün həm də müzakirə obyekti olan məzə artıq baş vermiş faktdan biz danışırıq. Fakt olmaqdan faktdır. Mən yenə deyirəm ki, yəni hakimiyyət o qədər şirin bir şeydir ki, insan öz anasını bunu izdivaca sürüklüyürmü, yəni demək istəyirsiniz? Uşağın özündən getmir. Uşaq Batı küresel mafiyanın, LGBT mafiyasının, Fethullah Gülen cəryanlı təmsilçisi kimi ortadadır. Putler Rəhimli də Putinin təmsilçisi kimi ortadadır. Bunlar qarant ortaq bir təşkilatlanmaya gedirlər. Ortaq təşkilatlanmaya gedəndə də bu şahların dövründə olur. Son deyirəm da, məsəl üçün bir ölkə ilə saziş imzalayanda bir-birinə qız verib qıza. Qarabağ xanı öz qızını vermiş idi İran şahına ki, hətta yəni bu o izdivaçdandır ki, hakimiyyəti necə ortaq təmsil edə bilərik. Bunun da qarantlarından biri bunların evlilik məsələsi idi. Bu da baş tutmadı. Bilirsiniz, sonraki proseslərdə ifşa olundu. Bu uşaq təbii ki, dövründə özü görevdən alındı, dostları Milli Məclisdə idilər, sonra seçilmədilər. Hətta Strateji Araşdırmalar Mərkəzində bir saqqallı oğlan vardı, Fərhad adında. Bugün də mən onu çox yerdə fəal görürəm. Azərbaycanı təmsil edir ayrı-ayrı qurum və quruluşlarda çox fəal görünür o Fərhad. O da nəzərə alınmalıdır ki, yenidən onu kim hərəkətə gətirir. Bu hadisənin cəryan edib müəyyən bir mərhələdə özünü doğrultmadıqdan sonra təbii ki, daha geniş bir miqyasda tabanası olan bir strukturlaşmaya getdilər. O da bilirsin ki, Azərbaycanda müxalifət gücləri nə qədər Batı yanlısı, Avro-Atlantik məkan uğrunda mücadilə aparan təşkilatlar kimi tanınsalar da, mayasında bir Rusiya bağlı olan güclər olub hər zaman. Və eyni zamanda bu güclərin Rusiya ilə ilişkiləri hələ onların siyasətdə doğuşları dövründə hər zaman özünü bir üzə verib. Amma hər kəs də bilir ki, Əli Kərimlinin siyasətdə olması namusu hər kəs bir Batı yanlısı, liberal dünyanın təmsilçisi olan liberal bir elə tanıyırdılar. Lider kimi tanınır. Amma
Əli Kərimlini siz bir mətbuat işçisi kimi məndən daha yaxşı tanıyırsınız. Bilirsiniz ki, Ramiz Mehdiyevlə Əli Kərimlinin ilişkiləri 1995-ci ilə bağlanır. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsində birinci müavin təyin olunan dövrə bağlanır ki, o birinci müavin gələndən sonra bütün mücadiləsi Elçi bəyi siyasətdə ignor etməyə hesablanmışdı. Mətbuat işçiləri bunu hər kəsin yaxşı bilir ki, mətbuata hansı tezislər verilirdi o zaman. Azərbaycan Xalq Cəbhəsinin içərisində Elçi bəyə qarşı hansı təhqiramiz yazılar yazdırılırdı.